Hər vaxtınız xeyir əziz izləyicilər. Respublika qəzetinin 4 aprel 2025-ci il buraxılışı ilə bugün birgə tanış olacaq. Sizinlə mənəm, Ləman Təhməz. Qəzetimizin bugünə olan buraxılışı 12 səhifədən ibarətdir. İlk səhifəmizdə isə geniş coğrafiyanı əhatə edən qlobal layihə. Cənub Qaz Dəhlizi Məşvərət Şurasının toplantıları bu istiqamətdə birgə fəaliyyət baxımından əhəmiyyətlidir. Başlığı ilə yazımız dərc edilib. 2011-ci il yanvarın 13-də Bakıda Azərbaycan Prezidenti və Avropa Komissiyasının prezidenti tərəfindən imzalanmış Cənub Qaz Dəhlizi üzrə birgə bəyannamə ilə əsası qoyulan layihə Xəzər dənizi hövzəsi ilə Avropa enerji bazarları arasında etibarlı köprü rolunu oynayır. Xüsusən də Cənub-Şərqi Avropa ölkələri üçün təbii qaz təchizatı marşrutlarının şaxələndirilməsinə xidmət edir. Qəzetimizin ikinci səhifəsində isə Cənab Prezident İlham Əliyevə Ramazan bayramı münasibəti ilə bir sıra dövlət başçılarından gələn təbriklər dərc olunub. Qlobal dostluq və etibarlı tərəfdaşlıq modeli. Strateji əlaqələrə yeni baxış bucağı. Steinmeierin Azərbaycana səfəri Avropa İttifaqı üçün də vacibdir. Bu iki yazı isə qəzetimizin 3-cü səhifəsində dərc edilib. Sözgedən ikinci yazımızda qeyd edilir ki, Azərbaycan və Almaniya prezidentlərinin Bakıda keçirilən görüşü iki ölkə arasındakı münasibətlərin gələcək perspektivinə yeni baxış oldu. Məlumdur ki, yeni nizamda dezinformasiya, spekulyasiya və manipulyasiyalar fonunda Avropa İttifaqının Cənubi Qafqaza baxış bucağını müsbət adlandırmaq olmaz. Əlavə olaraq, Almaniyanın Avropa İttifaqında lider mövqeyə sahib olması da Azərbaycan üçün böyük bir fürsət təqdim edir. Mina terroruna qarşı Azərbaycanın mübarizəsində dünya ictimaiyyəti də fəal iştirak etməlidir başlığı ilə 4-cü səhifəmizdə əhatəli bir məqalə dərc edilib. Ölkəmizin işğaldan azad olunmuş ərazilərində mina təhlükəsizliyinin mövcudluğunu beynəlxalq ictimaiyyətə çatdırır və onları bu məsələyə dair daha fəal mövqe tutmağa çağırırıq. Bu istiqamətdə biz ötən dövr ərzində bir sıra beynəlxalq və regional təşkilatlara, xarici ölkələrin ombudsmanlarına və milli insan hüquqları təsisatlarının Ermənistan beynəlxalq humanitar hüquq normalarının davamlı olaraq pozması barədə çoxsaylı bəyanatlar, müraciətlər və hesabatlar göndərmişik. Bunlardan biri də mina terroru ilə bağlı tutarlı faktları və minalarla çirkləndirilmiş ərazilərin dəqiq xəritələrinin ölkəmizə təqdim olunmasına dair təcili tədbirlərin görülməsini tələb edən işğaldan azad edilmiş ərazilərdə mina problemi adlı xüsusi hesabatdır. Azərbaycan dünya mediasında rubrikası isə 5-ci səhifəmizdə yer alıb. Həmçinin bu səhifədə Azərbaycanın və Montenegronun Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb. Vətənin müdafiəsinə töhfə verən hər kəs ölümsüzdür. Petersberg İqlim Dialoqu çərçivəsində Azərbaycanın sədrlik etdiyi COP29-un uğurlarından bəhs olunub. Azərbaycan Birləşmiş Krallıq Parlamentlər Arası Əlaqələr üzrə İşçi qrupunun rəhbəri, Krallığın parlamentinin Ermənistan üzrə parlament qrupuna etiraz məktubu ünvanlayıb başlığı ilə məlumatlar da dərc edilib. Ədalət yoxsa siyasi qisas? Makronun məhkəmə rıçaqları. Bu yazı 6-cı səhifəmizdə yer alıb. Bildirilir ki, Fransa prezidenti Emmanuel Macronun yürütdüyü siyasətlə rəsmi Parisin demokratik dəyərlərinin kölgələnməsi ciddi narahatlığa səbəb olur. Ölkədə siyasi pluralizmin dərin çatlar verdiyi bir dövrdə məhkəmə qərarlarının siyasi rəqibləri sıradan çıxarmaq üçün istifadə edildiyinə dair iddialar getdikcə daha da güclənir. Belə ki, Paris məhkəməsinin Marine Le Pen və onun rəhbərlik etdiyi Milli Birlik Partiyasından daha 8 deputata qarşı çıxardığı hökm bu ittihamları bir qədər də qızışdırıb. Məhkəmənin qərarı ilə Le Pen 4 il müddətinə azadlıqdan məhrum edilib. O, bundan sonraki 2 il şərti, 2 il isə elektron qolbaq nəzarəti altında keçirməli olacaq. Üstəlik, Le Penə 5 il müddətinə dövlət vəzifələrinə seçilmək qadağası da qoyulub. 7-ci səhifəmizdə aprel döyüşlərinə həsr olunmuş Aprel döyüşləri, Qarabağ zəfərinin ilk qılcımı başlıqlı yazımız yer alıb. 2016-cı il aprelin 2-sinə keçən gecə Azərbaycan ordusunun bütün mövqelərini, həmçinin mülki əhalini atəşə tutan ermənilərə cavab reaksiyası bu dəfə sərt və qəti oldu. Düşmən müdafiəsinin ön xəttində və dərinliyində yerləşən koordinatlar müəyyənləşdirildi. Ermənistan ordusunun canlı qüvvəsi və hərbi texnikası məhv edildi. Eyni zamanda Ermənistan ordusunun Ağdərə, Suqovuşan və digər yaşayış məntəqələrindən göndərməyə cəhd etdiyi ehtiyat qüvvələr ordumuzun qabaqlayıcı zərbələri ilə darmadağın edildi. Bu, Azərbaycan ordusunun əzmini və müzəffər olduğunu bir daha düşmənə sübut etdi. 8-ci səhifəmiz hadisələr kontekstində rubrikasına həsr edilib. Bu rubrikamızda minaların səssiz qətilləri davam edir başlığı ilə yazımız yerləşdirilib. Problemin dünya birliyinin diqqətində saxlanılması, insanların mina təhlükəsinə dair maarifləndirilməsi, minalara qarşı mübarizənin gücləndirilməsi məqsədi ilə BMT Baş Assambleyasının 2005-ci ildə qəbul etdiyi qətnamə ilə 4 aprel Beynəlxalq Mina Xəbərdarlığı və Mina Fəaliyyətinə Yardım Günü kimi qeyd edilir.
Onun əsas məqsədi insanlara mina təhlükəsi barədə məlumat vermək, problemin beynəlxalq səviyyədə diqqətdə saxlanılmasını təmin etmək və minalarla mübarizəyə çağırış etməkdir. Günün siyasi nəbzi isə qəzetimizin 9-cu səhifəsində tutulub. Saxta tarixin kölgəsində siyasi illüziya və regional izolyasiya başlıqlı bu yazımızda Ermənistanın apardığı siyasət beynəlxalq aktorları çaşdırmağa hesablanmış manipulyativ strategiya kimi qiymətləndirilməlidir deyilir. Üzərinə götürdüyü öhdəliklərə əməl etmək, təxribatları davam etdirmək və sülh prosesinə süni maneələr yaratmaq Ermənistan rəhbərliyinin siyasi avantüralarının tərkib hissəsidir. Bu isə bir daha sübut edir ki, İrəvanın sülh çağırışları beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi ilə irəli sürülmüş siyasi ritorikadır. 10-cu səhifəmizdəki hadisələr kontekstində rubrikasında isə Avropa İttifaqı Türk dövlətləri ilə yeni güc mərkəzi yaratmağa çalışır başlıqlı məqalə dərc edilib. Türkiyənin Avrasiya məkanında artan rolu və Mərkəzi Asiya ölkələrinin enerji ehtiyatları, ticarət marşrutları və strateji mövqeyi Avropa İttifaqı üçün qlobal geoiqtisadi hesablamalarda mühüm determinantlara çevrilib. Avropa özünün liberal institualizmini bu regiona sirayət etdirmək niyyətində olsa da, Türk dünyasının milli suverenlik və siyasi avtonomiya prioritetləri ilə bu konsepsiya hər zaman üst-üstə düşmür. Nəticədə Avropa İttifaqının Mərkəzi Asiya və Türkiyə ilə münasibətlərində struktur gərginliklər qaçılmazdır. Lakin bu əməkdaşlığın dərinləşməsi Qərbin Asiya ilə yeni münasibət modelini formalaşdıra bilər. 11-ci səhifəmizdəki Dünya Bugün xəbərlər rubrikasında son 24 saatın maraqlı məlumatları yer alıb. Həmçinin bu səhifədəki dəyərli pedaqoq, istedadlı musiqiçi başlıqlı yazımızda Nazim Kazımov haqqında məlumat dərc edilib. Nazim Kazımoğlu Kazımov 1950-ci il aprelin 4-də qədim Naxçıvan diyarında ziyalı ailəsindən anadan olub. Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Nazim Kazımovu sənət cəmiyyəsində tanımayan yoxdur. Nazim Kazımov xeyirxah, sədaqətli, alicənab insan, ziyalı, istedadlı musiqiçi, xalq üçün, vətən üçün dəyərli şəxsiyyətdir. Bugünkü nömrəmizin son səhifəsi isə hər zamanki kimi hava haqqında məlumatla yekunlaşır. Beləliklə, bizim sizə çatdıracaqlarımız bu qədər idi. Daha çox məlumat almaq üçünsə qəzetimizi izləməyi unutmayın.